fərqli yazı nümunəsidir. A bəndi qab-qacaq mağazasının üzərində çəngəl bıçaq şəkli. Deməli, mağazanın üzərində çəngəl bıçaq şəkli varsa, deməli, həmin şeylər orada satılır. Yəni, bu şəkil həmin əşyala birbaşa əlaqəlidir. Deməli, bu olacaq şəkli yazı. B. Çörək mağazasında lövhə çəkilən çörək şəkli. Bu da çörəyi ifadə etdiyinə görə, bu da olacaq şəkli yazı. C. Uşağın dəftərdə çəkdiyi kitab şəkli. Yenə də kitabı ifadə edir. Bu da şəkli yazı. D bəndi transformatorun üstündəki kəllə şəkli. Bu artıq kəlləni yox, birbaşa təhlükəni ifadə edir. Ona görə bu fikri, yəni ideoqrafik yazı. E bəndi zoologiya kitabındakı ceyran şəkli. Bu da şəkli yazı olacaq. Deməli, biri fərqli yazı nümunəsidir. Düzgün cavabımız olacaq D bəndi, bu fikri yazıdır.